Herkese salam değerli tələbələr. Bugün sizinle beraber OTK-nın 16 noyabr 2025 tarixli sınavında olan ingilis suallarının izahına baxacağıq beraber. İlk olarak 56. sualdan başlamak istedim sizinle izaha. Burada bize choose a line of compound nouns, yani ki mürəkkəb isimlər cərgəsini istəyir bizdən. Bildiğimiz kimi quruluşçu isimlər bölünür 3 yarım qrupa. Simple nouns olarak, derivative nouns olarak ve compound noun olarak 3 hissəyə bölürük. Simple noun bizdə sadə isimlər, derivative noun düzəltmə isimlər və compound noun isə mürəkkəb isimlər adlanır. Sadə isimlər sadəcə kökdən ibarət olur və yaxud da hər hansı bir qrammatik şəkilçidən. Düzəltmə isimlərdə mütləq suffix və prefixlərdən ibarət olur. Prefix ön şəkilçi olaraq, suffix son şəkilçisi olaraq belə adlandırır. For example, hood, for example, sheep, for example, made, for example, on və s. və s. Compound isimlər isə uşaqlar 2 dənə ismin birləşməyindən yaranmalıdır. İndi biz A variantına baxanda görürük ki, burada feed və back sözlərindən toplanaraq bir söz yaranıb. Feed and back. Ona görə deməli bu bizim üçün mürəkkəb cümlədir. İkinciyə gəldikdə uşaqlar windmill sözünü görürük biz burada. Gördüyünüz kimi burada yenidən 2 dənə sözün birləşməyindən yaranıb. Külək və mill sözlərinin birləşməyindən yaranıb. Burada külək dəyirmanından söhbət gedir. Networkingdəki night və working birləşməyindən yaranıb. Deməli doğrudan o doğru cavabımız elə A variantı imiş. Gələk B variantına. B variantında doğrudan da burada see, mən ifadəsi mürəkkəb isimdir. Yəni burada bir problem yoxdur. Buradakı ən böyük problem əslində 3-cü sözdədir uşaqlar. Çünki burada biz düzəltmə isim görürük. Yəni burada mürəkkəb isim yoxdur. Ona görə burada problem var. C variantında zaten şəkil sözümüz var. Hansı ki sadədir. Heç bir sözdən yaranmayıb. D variantında bizim imagination və founder sözlərimiz var. Imagination'da şəkilçimiz var. Founder'da da şəkilçi görürük. Ona görə burada problemlər var. Y variantında da gördüyünüz kimi tribe zaten tayfa deməkdir bu arada bu uşaqlar. Tribe sadədir. Stranger yad insan da yenidən düzəltmə isimdir. Ona görə doğrudan da bizim doğru cavabımız olaraq A variantı formalaşır. B variantına keçid eləsək, B variantı maraqlı tipli sual tapşırıqlarından biridir. Bizdə positive pronouns. Positive pronouns bu arada yəli əvəzlikləri deməkdir. Positive pronouns 2 yarım qrupa bölünür. Özündən sonra isim tələb eləyən yəli əvəzliklərimiz var. Bir də ismi özündən sonra tələb eləmir. Həmin cümlədə isim olmalıdır, amma isimsiz yəli əvəzliyindən əvvəl olmalıdır. Yəni boşluqdan sonra isim gəlməyən yəli hallar var. Məsələn, nümunələr yazaq. Məsələn, mənim ifadəsi bu ismi özündən sonra istəyir. For example, my pen, my book, my bag və s. və s. Amma bir də var ki, özündən sonra isim istəmir. For example, deyirəm ki, that bag is mine, for example. Bu tipli anlayışlarda biz boşluqdan sonra isim görmürük. Çünki ismi zaten cümlədə daha əvvəldə görürük yəli əvəzinə. Yəni, gərək mütləq şəkildə boşluqdan sonra isim olmasın. Bu hallarda biz isimsiz yəli haldan istifadə edirik. Burada gördüyünüz kimi birinci boşluqdan sonra isim yoxdur və ikinci boşluqdan sonra da isim yoxdur. Çünki cümlənin ismi zaten cümlədə həmin boşluqlardan daha əvvəldədir. Ona görə biz A variantını atırıq. Çünki bu özündən sonra isim istəyir. Yəni özündən anında daha sonra isim istəyir. Our da eyni şəkildədir, his də eyni şəkildədir, my da eyni şəkildədir. Yəni bunlar hər biri özündən sonra mütləq şəkildə isim istəyir. Ona görə də bizim doğru cavabımız olur C variantı. Yəni demək istəyir ki, o böyük ev bizimkidir və onun yanındakı ev isə onlarınkidir. Next to yanında, yaxınlığında belə tərcümə edirik. Near sözü ilə sinonimdir. Bu sual izahımız da belə. Gələk digər sualımızın izahına. 58, 59 və 60-cı suallarımıza. 58-ci sualda bizdə boşluqdan sonra sayılan cəmsim var. İlk olarak biz bilməliyik ki, much, little, a little ifadələri özündən sonra ancaq sayılmayan isim gətirir. Yəni nəinki cəm? Ümumiyyətlə sayılmayan isim. Yəni biz bu ismi saya bilmirik. Mümkün deyil. O halda biz burada much olan variantımızı atırıq. A lot zaten özündən sonra isim gətirmir. Bəs ingiliscə sizə hansı funksiyanı yerinə yetirir? Bu maraqlıdırsa, bu feili
kəmiyyətini ölçmək üçün bizə lazımdır. For example, today I am so tired because I worked a lot yesterday, for example. Çox işlədim dünən çünki. Geri qalır uşaqlar bizdə A, D, Y variantları. Əslində məna olaraq burada daha çox və çox ifadələri avtomatik ikisi də eyni mənaya gəlir axı kəmiyyət olaraq demək olar ki. Əslində bu belə də yanaşıb cavabı tapa bilərdiniz ki, yəni bunların olsa zaten hər ikisi daha uyğun gəlir də, düzdür. Amma buradakı bu fortunately ifadəsi, hansı ki biz buna bir neçə sinonimlər də yaza bilərik. Likely ola bilər, for example, və happily ifadələri ola bilər. Bunlar xoşbəxtlikdən ifadələridir. Earthquake-dəki bildiyimiz kimi zəlzələdir gənclər. Ona görə deməli avtomatik burada xoşbəxtlikdən zəlzələ, mən desəm ki, çoxlu evlərə zərər ziyan vurdu. Burada xoşbəxtlikdən olmazdı hə uşaqlar. Əksinə unluckily olardı, unhappily olardı və yaxud da ola bilərdi unfortunately. Amma bu halda artıq mənfi ifadə olduğuna görə, yəni mənfi ifadə olmadığına görə fortunately xoşbəxtlikdən deməkdir axı. Deməli, daha az ev zərər görüb. Daha az ev zərər görübsə, o da bizdə A variantı ilə formalaşır. Bəzən uşaqlar bizim bəzi sualları yazan zaman təəssüf olsun ki, tərcüməyə də ehtiyacımız olur. Bu da o hallardan biridir. Gələk 59-cu sualımıza. 59-cu sualda bu vocabulary ilə bağlı olan bir sualdır. Uşaqlar, yəni söz bazası ilə bağlı olan bir sualdır. Bir-birindən uyğunlaşmayan sözləri istəyir bizdən. A variantında biz görürük ki, burada bir dənə fox sözü var. Fox tülkü deməkdir uşaqlar. Yəni ki, bu type of animal, hə? Kind of animal. Gəlirik whale sözü var. Whale balinadır. Bu da gördüyümüz kimi yenidən bir heyvan növüdür. Sonra gəlirik C variantında belə başa düşürük ki, yəni A ilə B-dən belə başa düşdük ki, uşaqlar bizim axtaracağımız heyvanlar nələr olacaq? Bizim axtaracağımız variantlar nələr olacaq? Heyvanlar. Deməli, belə çıxır ki, işlərindən biri artıq heyvan deyil. Sonradan biz burada sea lion ifadəsini görürük. Burada su itindən söhbət gedir. Bu da bir dənizdə yaşayan heyvandır. Dənizdə yaşayan heyvan olduğuna görə biz bunu da variant olaraq götürə bilmərik. Gəlirik D variantında tamamilə əlaqəsiz bir ifadə görürük uşaqlar. Ladder sözü istifadə olunub burada. Bu nərdivan, pilləkən deməkdir. Çox vaxt gəmilərdə falan gəmiyə daxil olmaq üçün falan endiyimiz pilləkənlər üçün istifadə edirik bunu. Amma belə normalda zaten yenidən pilləkən deməkdir. Y variantına gəldikdə isə biz Y variantında görürük ki, artıq orada pigeon sözü istifadə olunub. Bu göyərçin deməkdir. Deməli, belə çıxır ki, biz A-da, B-də, C-də və Y-də heyvanlar görürük. Amma D variantında tamamilə fərqli bir anlayış görürük. Hansı ki, pilləkən anlayışı. Deməli, hansı söz digərlərindən uyğun deyil. Burada artıq bizim doğru cavabımız olur D variantı, yəni pilləkən ifadəsi. Gəldik 60-cı sualımıza. Burada bizdən isimlər olan cərgəni istəyir gənclər. Burada ordinary, usual, common. Zaten birinci söz bizdə hər şeyi körladı uşaqlar. Usual, common or ordinary bunlar adi deməkdir. Adi, sıravi. Gəlirik ikincidə biz distant sözünü görürük. Distant uzaq deməkdir. Və far, for example, və yaxud da biz istifadə edə bilərik away ifadəsini, for example. Sizə bir neçə sinonimlər yazmaq istəyirəm ki, bəlkə age, for example, kənar mənasında, remote, for example. Yəni, çox uzaq sözlərimiz var. Qısasına görə yenidən sifət olur. Bu bizə doğru cavab ola bilməz. Bir də var burada bizdə ifadə olaraq growth ifadəsi. Bu artım, inkişaf deməkdir. Artım, inkişaf demək olduğuna görə biz bura aid eləyə bilərik increase, for example. Aid eləyə bilərik development, for example. İsimdir, amma artıq ordinary and distant hər şeyi pozdu. Gəldik B variantında fortune ifadəsini görürük. Bu fortune və fate eyni şeydir uşaqlar. Luck da ola bilər. Bəxt, tali, uğur. Beauty, gözəllik. Burada da heç bir problem yoxdur. Bu da isimdir. Amma burada hər şeyi pozan əslində uşaqlar təəssüflər olsun ki, ikisinin ortasında olan sözümüzdür. Yəni courageous sözüdür. Bu ifadə uşaqlar brave deməkdir. Brave və yaxud da bold, for example. Yəni güclü, cəsarətli.
Yəni nitq səsinə görə sifətdir, yəni adjektivdir. Unnecessary uşaqlar bizdə unimportant və yaxud da trivial, for example, yəni cüzi, lazımsız. Knowledge bilikdir. Zaten burada C variantı ola bilməz gəncə. Çünki burada lazımsız sözü var, sifətdir bu. Knowledge bilikdir. Lack da bayaq dediyimiz kimi fortune fate, yəni o isimdir, amma təəssüflər olsun ki, unnecessary hər şeyi pozur. Gəldik D variantında ilk sözümüzə. Burada bir dənə maraqlı ifadə görürük. Confidential sözü görürük. Bu hidden sözü ilə sinonimdir. Secret sözü ilə sinonimdir. Gizli deməkdir, yəni. Təəssüf olsun ki, D variantda bizdə ola bilmir. Çünki burada da yenidən sifət var. Judge hakimdir. Uniformdakı geyindiyimiz formalardan söhbət gedir uşaqlar. Ona görə də D variantı da ola bilmir. Gəldik Y variantına. Burada görürük ki, biz relationship ifadəsi istifadə olunub. Bu əlaqə deməkdir, qohumluq əlaqə. Library ifadəsi istifadə olunub, kitabxanadır. Ability istifadə olunub. Ability biz sinonim olaraq talent verə bilərik. Məsəl üçün istedad kimi. Deməli, bizdə doğru cavab olaraq biz burada istifadə edirik Y variantı. Bu 59 və 60 tipli suallar uşaqlar bizim söz ehtiyatımızı ölçən sual tiplərdir. Yəni biraz qrammatika ilə bağlı deyil. Gəldik 61-ci suala. Burada biz ikinci tərəfdə bir ifadə görürük. Biz qrammatikadan bilirik ki, have ever, bir də have never ifadələri bunlar bu arada perfect tense olurlar, yəni bitmiş zaman olurlar. Bu ifadələr olan cümlələrdə biz mütləq şəkildə üstünlük dərəcəsindən istifadə edirik. Yəni biz bu variantlarda ya est olan ya da most olan variantlar axtarmalıyıq. Bu arada est bildiyiniz kimi uşaqlar tək-hecalı sifətlərin köklərinə əlavə olunur. Deməli, ilk olaraq biz burada A variantını və C variantını avtomatik çıxmalıyıq. Çünki burada müqayisə dərəcəsinin göstəriciləri var. Y variantını atmalıyıq, çünki burada adi dərəcədir. Və əgər biz sifətdən danışırıqsa gənclər və zaten şərtdə də choose the correct degree of adjective istəyir bizdən. Bildiyiniz kimi sifətin üstünlük dərəcəsi ilə zərfin üstünlük dərəcəsinin tək bir fərqi var. Sifətin üstünlük dərəcəsində mütləq Z artiklı olmalıdır. Zərfin üstünlük dərəcəsində isə Z artiklı olmur. Ona görə burada bizdə B variantı da avtomatik səhvdir. Doğru cavab olaraq formalaşır. Bizdə D variantı. Gəldik 62-ci sualımıza. 62-ci sualda bizdən definition'ı verib, yəni izahı verib, hansı sözü uyğun olduğunu istəyir bizdən. A strong feeling of wanting to have something or wishing for something to happen. Bir şeyin səndə olması üçün, onun üçün güclü o şey istəmək hissi və yaxud da bir şeyin baş verməsini arzulamaq. Yəni belə desək uşaqlar, arzulamaq feili lazımdır bizə. Burada arzu daha doğrusu, yəni ki bir şeyin səndə olması üçün, onun var olması üçün güclü bir istək və yaxud da bir şeyin baş verməsi üçün olan arzu. Ability talentdir uşaqlar, bacarıq, qabiliyyətdir. Bu bizə uyğun gəlməyəcək variantımıza. Memory yaddaşdır. Friendship dostluqdur. Strengths, bunu bura qoyublar ki, buradakı strongdan sizi çaşdırsın, amma bir-birinə əlaqədar deyirlər. Buna da bir-iki dənə sinonim yazmaq istəyirəm sizə. Power ola bilər, for example. Might ola bilər, for example. Bir dənə də biraz daha belə desək akademik versiyada var. Vigor sözü də var. O da çox qəşəngdir. Cəsarət, güc deməkdir. Burada bizim doğru cavabımız olur D variantı. Dream, desire ya da wish ola bilərdi böyük ehtimal. Dream də çünki həm yuxu, həm də arzu mənası da var. İndi variantlarda bizdə desire olduğuna görə biz desire variantını götürəcəyik. Gəldik 63-cü sualımıza. Bu article qrammatikası ilə bağlı olan bir sual tipidir. Burada birinci tərəfdə biz birinci boşluqdan sonra sayılan tək isim görürük. Sayılan tək isim istəyir qabağında təyin edicisi olsun, istəyir olmasın. Hansı ki burada qabağında təyin edici söz də var. Special istifadə olunub. Sayılan tək ismin qabağında mütləq an artiklından biri olmalıdır. Burada special sözü samit səslə başladığına görə biz mütləq şəkildə artiklından istifadə edirik burada. İkinci boşluqdan sonra biz cəm isim görürük. Cəm isim gördüyümüzə görə biz ikinci boşluqda an artiklı qoya bilmərik. Birinci bu variantlarımızı aradan çıxarırıq. Və bildiyiniz kimi earth, sky, moon, sun və wall tipli anlayışlarımız vahid olduqlarına görə, tək olduqlarına görə mütləq
müəyyən olduqlarına görə biz onların qarşısında they artiklından istifadə edirik. Onda belə çıxır ki, burada bizdə D variantı da doğru cavab ola bilməz. Doğru cavab olaraq formalaşır bizdə B variantı. Gəldik 64-cü sualımıza. Yenə bizim söz ehtiyatımızı ölçən sual tiplərindən biri qarşımızdadır. Eyni mənalı sifətləri istəyir bizdən. Tired yorğun deməkdir. Buna bir neçə dənə sinonim yazmaq istəyirəm sizə. Məsəl üçün tiresome ola bilər, exhausted ola bilər, tedious ola bilər. Yorucu, darıxdırıcı mənasında istifadə edirik bu ifadələri. Və yaxud da amazing, buna da əslində sözlərimiz çoxdur uşaqlar. Wonderful ola bilər, magnificent ola bilər. For example, adorable ola bilər gənclər, marvelous ola bilər gənclər. Yəni, biraz möhtəşəm sözləri çoxdular. Ən sadə great sözü də hətta istifadə edə bilərik gənclər. Yəni, biraz çoxdular belə desək. Amma bir-birlərinə sinonim deyirlər də. Yəni, ona görə Y variantı avtomatik bizdə variant olmaqdan çıxır. D variantına gəlsək, burada biz important sözlə görürük. Bu tərəfdə freeze sözünü görürük. Bu zaten angry deməkdir. Uşaqlar, angry, yəni qəzəbli. Biraz daha çox qəzəblənəndə insan istifadə olunur. Important isə bizdə olur crucial, bizdə olur essential, bizdə olur main, olur measure, olur important zaten burada yazılıb. Pivotal for example. Primary də ola bilər gənclər. Bu arada primary həm ilkin, həm əsas mənasında biz onu istifadə edirik. Sonra bir neçə dənədirlər, yəni çoxdular. Urgent ola bilər for example gənclər. Significant ola bilər. Yəni, biraz bu dəhşət çox mənası olan sözdür. Amma bir-birlərindən uyğunlaşmalar da gənclər belə desək. Terrible or pleasant. Terrible burada awful mənasında gəlib gənclər. Yəni, dəhşətli. Amma pleasant əksinə uşaqlar xoş deməkdir. For example, enjoyable ifadəsini istifadə edə bilərik biz onun yerinə və yaxud da good ifadəsində istifadə edə bilərik. Surprising, shocking deyə bilərik gənclər buna, yəni ki, şok edici. Exhausted, bunu bayaq yadınıza gəlsə tired sözünə sinonim yazmışdım. Onlar da bir dənə sualda 2 dənə sinonimdən istifadə ediblər. Huge, nəhəng, enormous, nəhəng olur gənclər. Biz bunların yerinə big də istifadə edə bilərdik, large da istifadə edə bilərdik, immense də istifadə edə bilərdik, giant da istifadə edə bilərdik, gigantic də istifadə edə bilərdik. Bunlar hər biri olur, elə ki, böyük, nəhəng. Ona görə də doğru cavabımız olur burada. Bir dənə buraları təmizləyim, bu yazdığım sözləri. Burada bizdə deməli doğru cavab olaraq formalaşır. Huge and enormous, yəni ki, yaxın mənalı söz istədiyinə görə nəhəng və nəhəng sözləri. Gəldik digər suallarımıza. 65 və 66-cı suallar. 65-ci sualda bizdən boşluqdan sonra time verilib bizdə. Biz bildiyimiz kimi ingilis dilində many, few, a few və several anlayışları, bir də numerous da var uşaqlar. Many ilə eyni şeydir. Bunlar hər zaman özlərindən sonra cəmsim istəyirlər. Cəmsim istədiklərinə görə time da burada sayılmır. Burada time'ın sayılan mənası da var gənclər, dəfə mənasında. Amma burada sayılan mənasında düşünsəydik onu, gərək kökündə s olardı. Deməli, onda burada vaxt zaman kimi yanaşırıq bu anlayışa. O da təkdə olduğuna görə gərək biz də bu variantlardan many, few, a few olan variantları ataq. A lot da zaten ingilisində heç vaxt özündən sonra isim gətirə biləcək bir anlayış deyil. A lot of olmalı idi. Ona görə də bizim doğru cavabımız olur Y variantı. Gəldik 66-cı sualımıza. Yenə bir dənə bizi sözlə bağlı olan sual qarşılayır. Burada biz feilləri onların definitionu ilə düzgün şəkildə uyğunlaşdırmalıyıq. Motivate, bu kiməsə uşaqlar ürək-dirək verməkdir, cəsarətləndirmək deməkdir. Biz bura support deyə bilərik, dəstəkləmək kimi, encourage deyə bilərik. Disagree, disagree bir şeylə narazı olmaqdır uşaqlar, razılaşmamaqdır. Biz buna protest deyə bilərik.
deny deyə bilərik, for example, decline deyə bilərik, object deyə bilərik gənclər, mind deyə bilərik gənclər. Yəni biraz feillər çoxdur. Üçüncü olaraq isə biz improve feilini görürük gənclər. Improve bir şeyi təkmilləşdirmək deməkdir uşaqlar. Upgrade ifadəsini biz burada istifadə edə bilərik. Upgrade yəni o deməkdir ki, bir şeyi yüksəltmək, artırmaq mənasında istifadə edirik. Baxsaq indi uşaqlar variantlarda motivate bizdə uyğun gəlir ki, bir insanın uğurunu qazanmaq üçün onu dəstəkləmək mənasında. Disagree deməli different opinion, fərqli fikirlər var burada. Improve da bir şeyi inkişaf elətdirməkdir. Ona görə bir şeyi daha yaxşı etmək, əvvəlkindən daha yaxşı etmək. C, B, A variantları formalaşır. Deməli bizdə doğru cavab olaraq olur B variantı. Bu da yenə sözlə bağlı olan bir sual idi. Qrammatika ilə əlaqəli deyil. Keçək 67-ci sualımıza. 67 və 68-ci suallarımız. 67-ci sualda biz yəlik halına bağlı olan bir sual görürük gənclər. Bildiyimiz kimi mən və men ifadələri uşaqlar, bunlar kökündən dəyişən isimdir. Kişi və kişilər. Yəni belə bir cəmlənmə ola bilməz. Bunun doğru versiyasını da yazaq. Nə zamansa qarşımıza çıxsa testlərdə bizi bir daha çaşdırmasın. Z artiklı özündən sonra əgər surname gətirirsə gənclər, soyad gətirirsə, deməli burada söhbət family-dən gedirdi, yadınıza gəlirsə, generation-dan gedirdi. Yəni ailədən gedir, nəsildən gedir söhbət. Yəni burada S mütləq şəkildə birləşik olmalı idi sözün kökünə. Bir də 5-də bildiyimiz kimi yuxarıda danışdıq ki, FU özündən sonra cəmsim istəyir. Burada da yenə biz gün sözünü cəmləməli idik. Deməli doğru cavablarımız olaraq formalaşır 2 və 4. Yəni variant olaraq isə doğru cavabımız olur D variantı. Ox-oxun cəmləndiyinə görə gənclər bildiyiniz kimi mütləq şəkildə gərək apostrof S-dən ayrılsın. Bir də təzədən kökünə S artırsaydıq əslində səhv olardı. Gəldik birinci cümləmizə. Bu uşaqlar agreement mövzusu ilə bağlı olan sual tapşırığıdır. Yəni söhbət mübtəda xəbər uzlaşmasından gedir. Əgər hər hansısa bir söz, cümlə gerunddan başlayırsa və yaxud da to-lu məstərdən başlayırsa, onun xəbəri həmişə təkdə olur gənclər. Təkdə olduğuna görə gənclər, burada ing-nin görürük ki, burada gerunddan başlayıb da düzdür. Yaşlıların qeydinə qalmaq çox vacibdir. Deməli biz burada ing-nin xəbəri izdir, yəni təkdədir. Çox qəşəng bir variant var burada. Bir də bildiyiniz kimi gənclər birinci tək cəm xəbərləri tanıyaq. Tək xəbərlərimiz is, was, has və feilin kökündə s ya da es olur. Cəm xəbərlərimiz isə are, were, have və əgər bizim feilin kökündə s, es yoxdursa, o halda biz cəm xəbərlərdən danışırıq. Belə baxsaq uşaqlar, ikincidə onda ing ilə başlayıb, yəni yenə gerunddan başlayıb, amma xəbəri are-dan verib, burada problem var. Üçüncüdə doğrudan da ing iləndir və xəbərdə təkdədir. Deməli, bu bizim üçün doğru cavabdır. Nə zamansa biz ingiliscə hər hansısa bir ifadədə söz önü görsək gənclər, hər zaman söz önündən əvvəlki anlayışa baxırıq. Söz önündən əvvəl burada love sözü cəmdədir. Burada isə was yazıb gənclər. Was yox, əksinə were olmalı idi. Deməli, 4-də də problem var. Doğru cavab olaraq bizdə formalaşmalıdır 1 və 3-cü cümlələr. Bu agreement mövzusu ilə bağlı idi. Bir də təkrarlamaq istəyirəm sizin üçün. Yəni subject verb agreementdən söhbət gedir. Səhv eləmirəmsə qrammatik suallarla işimiz bitir. Gəlirik short text suallarımıza. Short textlərdə bildiyiniz kimi gənclər bəzi detalların altına xətt çəkəcəyik ki, sualın cavabını tapanda bizə kömək olsun. Burada artıq oteldə belə desək qeydiyyat və ya orada nələr var, belə desək oteldə nələr baş verir, bunlarla bağlı bir şeydir. Gördüyünüz kimi breakfast servis edilir uşaqlar 7-dən 10-a kimi. 7-dən 10-a kimi servis edilirsə gənclər, deməli 3 saat müddətində servis edilir. Bunu unutmuruq. Və artıq biz yoxlanışı saat 12-də bitirməliyik. Əgər bizim müəyyən ləvəzmatlar, hansı ki burada yazılıb, sabun ola bilər və yaxud da dəsmal ola bilər. Bunlara ehtiyacımız olsa resepsiona zəng eləməliyik. Kitab sevər insanlar girişdəki kitabxanadan istifadə edə bilərlər.
həm də o kitabxananın özündə free coffee də təklif olunur. Yəqin ki, böyük ehtimal oteldə qalan qonaqlara təklif olunur bu. Təklif olunur nə zaman uşaqlar? After midnight, yəni gecə yarısından sonra. Bu detallara görə biz bildik ki, after midnight, yəni gecə yarısındadır. Burada morning yazıb, deməli A variantında problem var. Small coffee is situated near the dining room. Bununla bağlı heç bir məlumat yoxdur. Yəni kafenin harda yerləşməyi ilə bağlı. C variantında only var. Zaten biz belə bir şey var gənclər. Çox vaxt biz cümlələrdə only görəndə və yaxud da hardly görəndə, böyük ehtimal bir də all görəndə, böyük ehtimal bu cümlələr bizə %90% halda səhv variant olaraq formalaşır. For an hour 1 saat servis edildiyini deyir, amma səhvdir gənclər, 3 saat servis edilir səhər yeməyi. Amma qonaqlar otelin kitabxanasında kitab oxuya bilərdilər də gənclər. Orada qeyd edilib ki, kitab sevərlər girişdəki kitabxanadan istifadə edə bilərlər. Gəlirik 70-ci sualımıza. 70-ci sualda söhbət qonaqlara müraciətdən gedir. Kino 6-cı gün olacaq gənclər, axşam saat 6-da olacaq. AM, PM bunlara diqqət eləmək lazımdır gənclər. Çünki bunlar tamamilə bir-birindən fərqli saatlardır. 6 PM yəni bu axşam saat 6-dır. AM dedikdə səhər tezdən, sübh çağı 6-dan söhbət gedir. Biletin onlayn əldə eləməliyik, almalıyıq. Telefonları söndürmək lazımdır film başlamamışdan daha əvvəl və 14 yaşından aşağı olan tələbələrə, tələbələr deyirəm, uşaqlara giriş yoxdur. Bu detallarla indi biz variantımızı tapacağıq sizlə gənclər. Bəxtimizdən variant A variantıdır. Çünki deyir ki, bu həftə sonu olacaq. Saturday and Sunday həftə sonu olduğuna görə uşaqlar, doğrudan da doğru cavabımız A variantıdır. Biletləri onlayn alacağımızı deyir gənclər. Biletə ehtiyacımız yoxdursa necə girək düzdür filmə gənclər. C variantında deyir ki, telefonları söndürmək vacib deyil, əksinə vacib idi gənclər. D variantında bizə qeyd edir ki, ancaq uşaqlar üçün mümkündür. Əksinə 14 yaşdan aşağı uşaqlara giriş yoxdur. Bir də bayaq dediyim söhbət var burada. Bu çox vaxt baş verir qısa hekayələrdə. Ona görə bunlara fikir verin, zəhmət olmasa. Burada sübh çağı 6-dan söhbət gedir. Amma film axşam 6-da başlayacaq. Ona görə burada bizim doğru cavabımız olur A variantı. Keçid alaq 71-ci sualımıza. 71-ci sualda bizdən bir məktəb gəzintisi olduğundan söhbət gedir uşaqlar. Gələn birinci gün olacaq. No food will be served. Yəni heç bir qida servis edilməyəcək. Və deyir ki, please bring your lunch and bottle of water. Mütləq gələndə mütləq nahar yeməyinizi və bir butulka suyunuzu gətirin mütləq şəkildə. Avtobus saat 7-də tərk eləyəcək və digər dayanacaq, növbəti dayanacaq 2 saat sonra olacaq. Əgər iştirak edə bilmirsinizsə, onda 1 saat əvvəlcədən müdürü xəbərdar eləmək lazımdır, bunu qeyd eləyir. Gələ bilmədikdə xəbərdarlıq eləməlidirlər uşaqlar, yəni əlavə bir gəzinti olmayacaq, bundan bağlı məlumat yoxdur. Digər dayanacaq 2 saat sonra olacaq, burada isə half an hour, bu arada bunu da sizə izah edeyim gənclər. Half an hour o deməkdir ki, yəni ki, yarısı 1 saatın, yəni bu bizim üçün 30 dəqiqəyə bərabərdir. Amma biz deyəndə ki, an hour and a half, bu o deməkdir ki, gənclər, 1 saat və yarım saat, bu o deməkdir ki, burada 90 dəqiqəyə bərabərdir. Hər iki halda zaten 2 saatdır digər dayanacaq, bu bizə doğru cavab ola bilməz. Avtobus səhər tezdən uşaqlar saat 7-də tərk eləyəcək, yəni axşama aid deyil. Tələbələr özləri ilə bərabər yemək gətirməlidirlər, tamamilə doğru. Yəni nahar yeməklərini və mütləq şəkildə bir butulka sularını gətirməlidirlər. Y variantında isə deyir ki, onlara çoxlu qidalar təklif ediləcək. Əksinə, heç bir qida servis edilməyəcək. Biz o cümlənin altından xətt çəkmişdik. Short tekstlər düşünürəm ki, kifayət qədər yazıla biləcək tip short tekstlər idi. Keçək mətnimizə. Mətndə bizdə
belə bir tip sual olur uşaqlar. Ən asan tipli sual odur. Deyəsən amma bu səhifəyə düşməyib o. Sırayla gedək onda. Burada bizə 72-ci sualda istəsəz zaten mətni tərcümə edə bilərsiniz gənclər. Bu sizin öz seçiminizdir. Necə işləmək istəyirsinizsə mətnə elə işləyə bilərsiniz. Ya da sualdan da mətnə gedə bilərik ki, bu daha yaxşı oldu məncə. Daha az vaxt ikisinə səbəb olur. Biz sualda görürük ki, bu bizdə bu arada uşaqlar həmin heyvandan söhbət gedir, qorilladan söhbət gedir. Onun adıdır. Was presented to Berlin Zoo. Burada artıq deyir ki, Berlindəki zooparka nə zaman təqdim edildi? Kim tərəfindən təqdim edildi? Bunu soruşur bizdən. Nə zaman olduğunu soruşmurmuş. By var. Was presented. Bu da burada bir passive voice tipli anlayışdan istifadə edib gənclər. Gördüyünüz kimi burada biz birinci iki cümlədə də baxaq ki, burada nədən söhbət gedir? Burada dünyanın ən yaşlı gorillasından söhbət gedir. Hətta neçənci ildə anadan olduğu, neçə yaşı olduğu bunlardan söhbət gedir. Gördüyünüz kimi onun 1957-də anadan olub, amma 1959-da Berlinə gəlib hələ ki. O deyir ki, bir dənizçi tərəfindən Afrikadan gətirilib Fransaya. Burada bizim cavabımız yoxdur ya hələ. Bizə Berlindəki zooya, yəni ki, Berlindəki zooparka nə zaman gəldiyini soruşur. Daha sonra heyvan alveri edən bir qadın həmin façonu alıb və gətirib Berlindəki zooya və ora təqdim edib. Give vermək. Onda belə çıxır ki, heyvan alveri edən qadın edib bunu. Yəni ki, woman selling animals. Yəni ki, heyvanları satan qadın edib bunu. Ona görə bizdə 72-də doğru cavabımız olur D variantı. 73-də isə bizə yenidən açar sözlə getsək, favorite activity each day. Yəni hər gün bu meymunun sevərək etdiyi fəaliyyət növü nədir? Onu araşdıracağıq gənclər sizlə. Gəlsək biz mətnə, mətndə görürük ki, belə bir şey yazılıb ki, Fatu's favorite daily activity is climbing trees. Orada uşaqlar bizə each day demişdi. Görürsünüz, burada bir dənə çox qəşəng parafraz gedib, daily activity olaraq verib. Daily gündəlikdir, each day də hər gündür. Deməli, bunun hər gün sevərək etdiyi fəaliyyət odur ki, ağaca dırmaşmaq. Ona görə bizdə doğru cavab olaraq formalaşır B variantı. Keçid alaq digər mətndən əlaqəli suallarımıza. 74-cü sualda mətndə nədən söhbət gedir? Biz bunu ilk cümlədə gördük uşaqlar. Dünyanın ən yaşlı gorillasından söhbət gedir. Adı da nə idi? Fatau idi adı da. Yəni ki, mətndə ondan söhbət gedir, hə gənclər. Ona görə doğru cavabımız olur D variantı. Keçid alaq 75-ci sualımıza. 75-ci sualda bizə bu tip, bu növ, bu kind, type deməkdir uşaqlar, növ deməkdir. Bu növ çox qorillaların olduğunu deyir dünyada. B variantında onun zooparkdakı həyatını bəyənməməyi ilə bağlı məlumat var. C variantında to take care, to look after deməkdir bu. Yəni qeydinə qalmaq deməkdir uşaqlar. Deyir ki, vacibdir heyvanların qeydinə qalmaq. Dənizçi deyir ki, faytonu Berlinə gətirmişdi. Bu zaten nağdı səhvdir gənclər. Çünki bu animal trader woman idi. Yəni heyvan alveri edən qadın idi. Strong animals don't need protection. Protection qoruma deməkdir gənclər. Yəni demək istəyir ki, güclü heyvanların qorumaya ehtiyacı olmur. İndi keçid alaq bunlarla bağlı variantların hansıların səhv, hansıların düz olduğundan danışmağa. Mətnə gəlsək, bir dənə buranı təmizləyək ki, bizim üçün rahat olsun. Mətnə gəlsək, bu tipli ilk zaten gözümün qabağına bu anlayış gəldi. Bu tipli heyvanların, yəni bu tipli meymunların endangered olduğunu qeyd edib bizə burada. Endangered bilirsiniz nə deməkdir uşaqlar? Nəsli tükənmir. Amma görürsünüz, orada demişdi ki, bu tipli heyvanlardan çoxdur. Sonra burada cümləyə baxsaq gənclər, görürsünüz, deyir ki, bizə bu qorilla çox güclü idi və möhtəşəm bir qorilla idi. Bu da bizə göstərir ki, nə qədər vacibdir heyvanların qayğısına qalmaq, yəni onları qorumaq.
Orada gördüyünüz kimi deyirdi, görürsünüz, güclü heyvanların qorunmağa ehtiyacı yoxdur. Amma orada bir dənə variantda bizə deyirdi ki, heyvanların qeydinə qalmalıyıq biz. Doğru cavab da odur bizdə. Çünki artıq bununla da biz bütün variantlarımızın, yəni digər variantlarımızın səhv olduğunu üzə çıxardıq ki, çünki həmin qarilla söhbət bizim buradakı ən böyük qarilladan söhbət gedir. Üzrəm, ən böyük deyirəm, ən yaşlı qarilladan. Qeyd edilir ki, o bu zooparkdakı həyatından zövq alırdı, məmnun idi. Yəni heç bir problemi yoxdur deməli. Ona görə də gəlsək doğru cavab olaraq biz 75-ci sualımızda nəsli tükənib, bu tipli nəsli tükənməkdə də A variantı səhvdir. Enjoy eləyir oradakı həyatından və güclü heyvanların da qorunmağa ehtiyacı var gənclər. Ona görə bizdə doğru cavab olaraq olur C variantı. 76-cı sualda isə bizdən əksinə gənclər səhv olan variantları istəyir. Baxmayaraq ki, Feto yaşlı idi, zəif deyildi. Bəli, həqiqətən də powerful idi o. Bu hələ ki doğru yoxşur hə uşaqlar, amma yenə mətndə baxacağıq əlbəttə ki. Ən qədim qarilla anadan olub 1950-ci illərdə. Has been living Berlin since her birth. Biz bunu bayaq müzakirə eləmişdik, amma sizinlə yenə müzakirə edəcəyik. 3-də bizə onun anadan olduğu gündən bəri zooparkda olduğunu qeyd eləyib. 2-də isə çox az ziyarətçilərin onu görməyə gəldiyini qeyd edir bizə gənclər. İndi biz mətnə qayıtsaq. Görürük ki, burada bizə qeyd edilib ki, uşaqlar, many people come to the zoo just for her. Yəni, sırf onu görmək üçün çox insanlar gəlir. Very few və many əlbəttə ki, bir-birlərinə oppositdirlər gənclər. Ona görə burada problem var. Daha sonra bizə qeyd edir ki, o yaşlı olmağına baxmayaraq güclü idi. Cümlədə bizə onu deyir də, düzdür gənclər. Elə qeyd edib bizə. Burada da görürsünüz uşaqlar, onun güclü olduğundan söhbət gedir. Deməli, o da bizim üçün doğrudur. Anadan olmuşdu bu meymun 1957-ci ildə, doğrudan da 1950-ci illərə düşür. Və 1959-da zooparka yerləşdirib gənclər. Deməli, anadan olduğundan bəri zooparkda olma ehtimalı yoxdur. Çünki anada olduğundan 2 il sonra yerləşdirilib zooparka. Belə bir problem var. Ona görə də bizdə burada doğru cavab olaraq uyğun gəlir səhvləri istədiyinə görə 2 və 3. Doğruları istəsəydi isə doğru cavablarımız olacaqdı 1 və 4. İndi keçid alaq dinləmə suallarımıza. 4 dənə də dinləmə sualımız var burada gördüyünüz kimi. 7-ci sualda uşaqlar dinləməni dinləməmişdən əvvəl mütləq şəkildə suallarını müzakirə eləmək lazımdır, qavramaq lazımdır və daha sonra dinləməni dinləmək lazımdır. Mütləq şəkildə bu üsulla getməliyik, yoxsa çox əziyyət çəkərik. Ona görə də mütləq şəkildə birinci oxumalıyıq, sualları başa düşməliyik və daha sonra isə artıq suallarımızı, tapşırıqlarımızı yerinə yetirməliyik. Birincidən bizə nədən söhbət getdiyini soruşur bizdən. Bu çox vaxt dinləmənin ilk 10 saniyəsində formalaşan bir şeydir gənclər. Burada emojilərin kəşfindən söhbət getdiyini qeyd edir. B-də artıq rainbowlarla bağlı söhbət göy qurşağından gedir. Göy qurşağı ilə bağlı olan əsas faktlar nədir? Bunu göstərir bizə. C variantında bizə şəkil çəkməyin yolları, D variantında dairələrin müxtəlif formaları, Y variantında isə bizə qeyd edir ki, importance of colors, yəni ki, bu deməkdir ki, şəkillərin vacibliyi. Şəkillər deyirəm, üzr istəyirəm, rənglərin vacibliyi. İndi biz dinləməni dinləyəcəyik. Baxaq görək, doğrudan da burada nədən söhbət gedir. Dinləməni dinləməmişdən qabaq biz burada qeydlərimiz zaten qalacaq. Digər suallara da baxaq ki, çünki bu nədən söhbət gedir deyəndə digər sualları da dinləsək, onda bizim üçün avtomatik aydın olacaq. Burada 78-ci sualda bizə qeyd edir ki, həmin Newtonun həyata keçirdiyi eksperiment nəyə sübut elədi? Bunu soruşur bizdən. A variantında 17 colors gedir, yəni ki, ağ rəng
ağ işığın 17 rəngdən ibarət olduğunu qeyd eləyir. B variantında onun yağışsız mövcud olacağını qeyd eləyir. C variantında onun yarım dairə formasında olduğunu qeyd eləyir. D variantında ağ işığın bütün rəngləri, yəni həmin rainbow-da olan, göy qurşağında olan bütün rəngləri öz içinə daxil etdiyini deyir. Include daxil etmək, yəni ibarət olduğunu deyir. Y variantında isə ağ rəngin həm də eyni anda çəhrayı, boz və yaxud da qəhvəyi rənglərdən də ibarət olduğunu qeyd eləyir. 79-cu sualda bizdən doğru cavabları istəyir. Burada çəhrayı və qəhvəyi rənglərin göy qurşağında olduğundan söhbət gedir. B variantında bizə yalnız 2 növ sadə göy qurşağının olduğundan söhbət gedir. C variantında oradakı rənglərin eyni sırada olduğunu bizə göstərir, eyni sırayla olduğunu. D variantında Newtonun artıq ilk göy qurşağını kəşf eləməyindən söhbət gedir. Y variantında isə göy qurşağının gün işığı olmadan da mövcud ola biləcəyini qeyd edir bizə. True false-dakı suallarımıza da baxaq. True false-da bizə qeyd eləyir ki, bu rainbow göy qurşağı və göy qurşağındakı göy qurşağı flag formasında, yəni bayraq formasında emojisinin pozitivlik və qürur olduğunu, yəni onu göstərdiyini bizə qeyd eləyir. 2-də artıq göy qurşağının 5 rəngdən ibarət olduğundan söhbət gedir. 3-də onun bütöv ay şəklində şəklin çəkilməyinin çətin olmamağından söhbət gedir. 4-də isə indigonun blue və violet, burada blue bizim yəni Azərbaycan dilində blue mavi rəng olaraq gedir. Violet isə bənövşəyi rəng olaraq gedir və bunun ikisinin arasında bir rəng olduğunu qeyd eləyir bizə. İndi dinləməmizi dinləyək və bütün variantlarımızı yazmağa çalışaq. Biraz uzaqlaşdıracağım səhifəni bizə rahat olsun deyə bütün sualları işləmək. İndi isə dinləməmizi dinləyəcəyik və ona uyğun doğru cavablarımızı seçəcəyik. Diqqət! Mətn birinci dəfə səsləndirilir. Mətni dinləyin. A rainbow is a beautiful optical phenomenon. It usually appears in the western sky in the morning and in the eastern sky in the early evening. A rainbow looks like a semicircle, but it is difficult to take a photo of the Burada görürsüz, onun həqiqətən də semicircle olaraq olduğunu qeyd edir bizə, whole semicircle olaraq. Amma onun şəklini çəkməyinin çox çətin olduğunu bizə qeyd edir. It is difficult. Amma burada üçüncüdə bizə onun not difficult olduğunu qeyd edir. Ona görə deməli bizim üçün burada bu false variant olaraq formalaşacaq. The whole semicircle in one picture. A rainbow typically has 7 colors. Red, Burada rainbow-nun bizdə 7 rəng olduğunu qeyd edir gənclər. Amma gördüyünüz kimi 80-də ikincidə bizə 5 colors deyir. Ona görə bu bizim üçün false-dur. orange, yellow, green, blue, indigo, and violet. Indigo is a rich color between blue and violet. Burada indigo rəngindən söhbət getdiyini qeyd edir bizə və onun zəngin olduğunu qeyd edir və mavi ilə zəngin bir rəng və mavi ilə bənövşəyi arasında olduğunu qeyd edir. Deməli 4 bizim üçün truedur gənclər. Colors such as pink, gray, and brown are not in the rainbow because they are not pure colors. Burada çəhrayı rəngin, qəhvəyi rəngin və boz rəngin göy qurşağında olmadığını qeyd edir bizə gənclər. Və niyə? Çünki onlar biraz pure rənglər olduğuna görə orada olmamış. 78-də bizdə avtomatik Y variantı səhv olur. 79-da da avtomatik A variantı səhv olur gənclər bizdə. They are made by mixing different colors together. The colors of the rainbow always appear in the same order. Burada gördüyünüz kimi uşaqlar həmin göy qurşağındakı rənglərin eyni sırayla göründüyünü bizə qeyd eləyir. Ona görə demək avtomatik 79-da bizim doğru cavabımız olur C variantı. There are about 12 kinds of single rainbows.
Burada bizə single rainbows'un 12 növünün olduğundan qeyd edir uşaqlar. 12 kinds of single rainbows. Amma burada B variantında sadəcə 2 kinds of olduğunu qeyd edir. They differ in the colors and the brightness of their stripes. Burada onların parlaqlarına görə həmin o stripes oradakı olan o cizgilərdən söhbət gedir. Onların parlaqlarına görə bir-birlərinə fərqləndiyini qeyd edir. They usually appear after the rain. Burada o avtomatik yağışdan sonra var olduğunu qeyd edir bizə. Deməli 78-də B variantı bizdə doğru ola bilməz. Çünki B variantı bizə onun yağışsız formalaşdığını deyir, amma yağışdan sonra formalaşır. Ona görə burada problem var. A rainbow cannot exist without rain and sunlight. Burada da rainbow'un bizə yağışsız və günəş işığı olmadan formalaşa bilməyəcəyini qeyd edir gənclər. Ona görə avtomatik burada Y variantı da səhvdir. Yəni bizim mütləq günəş işığına ehtiyacımız var. The famous scientist Isaac Newton was the first to explain the rainbows. His experiment proves that white light contains all the colors in the rainbow. Görürsüz, burada onun deyir ki, eksperimenti üzə çıxartdı ki, deməli o rainbow'unu kəşf eləməyib. Bununla bağlı heç bir məlumat yoxdur. Və deyir ki, onun eksperimenti üzə çıxardı ki, white light öz daxilində bütün həmin rainbow'da olan bütün rəngləri ehtiva edir. Yəni tutur, saxlayır içində, onlardan ibarət olur. Deməli A variantı ilə C variantının adı səhvdir. Doğru cavab olaraq bizdə formalaşır D variantı. Belə də baxanda uşaqlar yəni dinləməni dinlədikdə gördüyünüz kimi onun orada olan rənglərdən falan söhbət gedir. Həmin hansı rənglərin ola biləcəyi, hansı rənglərin ola bilməyəcəyi, onun necə formalaşacağı falan. Deməli avtomatik uşaqlar burada həmin göy qurşaqları ilə bağlı olan əsas faktlardan söhbət gedir. Çünki emojilərin kəşfi ilə bağlı söhbət yoxdur. Şəkil çəkdirmə ilə bağlı sadəcə bir dənə şəkil çəkmə ilə bağlı sadəcə bir dənə cümlə var idi onsuz da. Dairələrin növləri ilə bağlı sadəcə bir dənə söz var. Onun da yarım dairə kimi, yəni yarım dairə kimi olacağını və yaxud da bütöv olacağını qeyd eləyir. Bu da zaten rainbow'un bir əlaməti idi. Bir də rənglərin də vacibliyindən söhbət getmir. Sadəcə 80-də bizim birinci sualımız qaldı. Today, the rainbow and rainbow flag emojis are symbols of positivity and pride. Hal-hazırda günümüzdə həm göy qurşağı, həm də göy qurşağı bayrağı emojisinin bizdə pozitivlik və qürura bərabər olduğunu, yəni bu hisslərə bərabər olduğunu qeyd eləyir. Yəni onları belə desək, həyata keçirməklə bağlı express normalda bu deməkdir ki, yəni ki ifadə etmək mənasında. Yəni onların bu iki hissi ifadə elədiyini qeyd edir bizə. İftixar, qürur və pozitivlik. Ona görə deməli 80-də də birinci sualda bizim doğru cavabımız olur A variantı. Dinləmə suallarından da bu qədər gənclər. Ümid edirəm ki, bunların hər biri sizə aydın oldu. Qaranlıq bir nüans qalmadı. Bütün suallar sizə tam şəkildə aydın oldu. Bir də gördüyünüz kimi 81-ci sualda bizdə şəkil təsviri olub. Şəkil təsviri ilə bağlı zaten bütün tələblər burada yazılıb. Şəkilə baxaraq biz onu formalaşdırmalıyıq hekayə kimi. Belə baxdıqda asan bir hekayədir, yəni yaza biləcəyiniz bir hekayədir. Bu əslində təxəyyüldən asılı olduğuna görə burada mən heç bir nümunə yazmaq istəmirəm sizə. Çünki hər bir tələbənin buna yanaşması fərdi şəkildə olur. Əminəm ki, hər biriniz yaza bilmişsiniz. Bugünkü izahımızdan bu qədər, yəni 10-cu sinif suallarından olan izahdan bu qədər. Ümid edirəm ki, bütün suallar sizə aydın oldu, qaranlıq bir nüans qalmadı. İnşallah gələcək sınaq izahlarında görüşmək üzrə.